Kur'an haqqı. Bezmişəm az bu söz söhbətlərdən. Bunları sümüklü də alta qoyacağım dolmanın altına. Hamısı kütləyə görə deyil uşaqlar. Mənim canım 200 nəfər olub da. Onda niyə mənim adım çəkilmirdi? Elə bir bütün günü sıralamadayam. Şükür yenə. İzləyicilərimi sevən qızlar, elə oğlanları gəl 5K, 3K, 2K atır, dolanıram. Mənim də hamıda bir ki, qazanç yerim buradır. Buradan başqa mənim bir işim yox, bir şeyim yox. Pulumu da qazanmışam, dağıtmamışam. Hamısını bax, bu mebel, bu çaydan, bu ev eşik, bu stollar, bu qəvə, sonra dayan. Bu divan, bu stol, bu şərait, bu televizor. Hamısı kimə görədir? İzləyicilərimə görə. Allah onlar mənə baş, mən danmamışam ama. Mən kim idim ki? Buradan ədyal, cındır, qaraqçı kökündə yaşayan bir insan idim mən. Keçmişini insan unutmaz Baba, cındır bir ədyal, belə girirdim kuxuya titriyə. Soba yox, bir şey yox. Bir dənə ortaqda yatırdım. Deyək, bax orada. Bunların hamısını mən izləyicilərim eləyir. Heç vaxtda danmayacam. Siz dəstəkçilər. İzləyici olanda dəstəkçi də olur. Hamısını ekranımı tıklayan o xalalara, o nənələrə, o məni sevən izləyicilərimə borçluyam. Artistik eləmirəm. Mən il boyu danmışam, demişəm, deyəşəm də. Artistik eləyib nəyini almışam? Xoşlanırsan, baxma ki, mən. Səni məcbur edib canlıma gətirdirməmişəm, amma. Xoşlanırsan, baxma. Məni artist gözündə görürsən, baxma. Kimdir bu? Bəli. Sağ olun. Siz necəsiniz? Kimdir? Ben sen neysen hakkında zaten yemek istiyorum. Benim de sana destek olurum da. Sen haberin yok etmen kiməm. Sen bana yalvarmamsan ki gel bana destek ol. Ben özüm ürəyim istəyir atsam yaxşı edirəm. Hadi be, onda da o 2 nəfər, bu 2 nəfər ancaq çıxıb mənim başıma qalxır. O da bilirsən niyə canlı qalxsın deyə, özünü tanıtmaq istəyir. 2 nəfərin biri var ha. O 2 nəfərin biri Azərbaycan qeyrətli qadınlar deyib. Qeyrətli qadınlar da ondan da ağzına gələn söyüşləri söyür. Azərbaycan qeyrətli qadınlar deyib. Əşyaları daşın bıraxsın Amma ha. mən sən ağzına bir dəfə olsun pis şey. Mən kimsənin tərbiyəsinə yemərəm. Kimsə söyüş söyməldir, mən də söyməliyəm. Məni niyə sevirlər? Mədəniyyətimə, tərbiyəmə görə ki, 4-cü yayındadır, bir dəfə qeyretlik şeylər eləməyim. Sən ağzından bir dəfə olsun pis bir söyüş çıxmayıbdı. İndi Blackberry'si, Baby'nin kimisi kimlərdir ki, onlar qaldırır ki, mənim ruzini verən Allah'dır. Onlar mənim şotuma tanınan adamlardır. Sana bir şey diyeyim babuş. Orada sen beğenmeyenler var. Ama sana gəlir canlı. Fake-lə bu dəqiqə otururlar canlımda. Bu dəqiqə fake-lə buradadılar. Mənə baxırlar. Oturur orada ağzına gələn Danışsın da, niyə Azərbaycana gəlmirlər? İkisi də xaricdə yaşayır. Gəlsin Azərbaycanda danışsın da söyüşləri. Qəşək yaxşı işləyir valla, otururlar xaricdə qəşək danışırlar. Gəlsin burada danışsın da. O birisi Azərbaycana gəlir, gizlin gəlir, gizlin də gedir. Kürt təsənizi orada yazır babuşa dəstək olanlar, babuş kimi oğlun olsun, nə bilim nə olsun. Baboş kimi tərbiyəli oğullar, çünki baboş gedib anasının qızılları, bacısının qızıllarını aparıb Lombarda götürüb şeylərə yedizdirmiş. Danışlarda deyib xəbərin yoxdur. Ağızlarına gələn boş-boş danışırlar. Danışsınlar da danışmağa nə verirlər? Destekli oturursa anladı onu özü bilir ki sırf kadınlar izleyir. Sen eğer kadınlara Azerbaycan kadınlarına hürmet edən kişisənsə, əsl kişisənsə, sen ağzına pis söz gətirməməlisən. Sen tərbiyəsizin yekəsisən ki, bütünlü günün bedini damlada ağzına gələn pis sözləri danışırsan. Az yayımı düşəndən sonra gələcək canlıma hədiyyə atacaq fake-lə. Hələ ki bu canlısı 500 nəfərdir, o kef eləsin. Allah Danışır bilmiyor. Heç bedinə də alma. Ma üzdən İraq deyir axşam, niyə danışmadın, başını götürün qarşıdan? Üzdən İraq idin, bəyəxşi onda mənlə nəyə gəl? Mənim niyə bilet alıb məni Qazaxstana çağırırsan? Bir ona cavab verin. Üzdən İraq idim. Üzdən İraq idim, niyə gəl mənlə oturub stolovada yemək yeyirdin, kebab yeyirdin? İndi səni blok atmışam deyin, üzdən İraq olmuşam. Allah'a həvalə ilə. Onda niyə gəlmir? Adama bunu deyərlər. Deyir, bu insan üzdən İraqçı, onda niyə gəl otursan yanında? Yaxşı. Adama bu sözü deyərlər. Üzdən İraqam nəyə gəl otursan yanında? Ya,
Niyə də, niyə mənə gəl? Mən niyə çağırırsan Qazaxıstana? Dəstək olurdun. Əgər fikrin olsa... Niyə dəstək olurdun? Olmazdın da. Camaat səni söyləyir, sənin kayıtlara düşürsən, kayıtlara bir altına yazar. O abişniklərdir mənə kimsə yazar ki, qudurtdunuz, nə vardır? Ruzunu verən Allahdır. İndiyənə kimi mənim bedini bura gətirməyib. Bu ev eşiyi bedinin sayəsində qurmamışam. İzləyicilərim sayəsində qurmuşam. Dəstəkçilik gəlvatı çıxıb gedib hamındakı kimi. Bu TikTokda hamı PK ilə pul qazanır, mən də onların biri. Düzdür. Mən səni hər gün izləyirəm. Bütün gün canlı. Mən də onların biri. Kimsə də mənə hədiyyatı məni idarə edə bilməz. Buna görə mən son qoymuşam ki, yəni bu mənim başım, bunun belə olacaq, mən dediyimlə oturtturmazsan deyə bir şey yox. Xoşlamırsan, atma, mən sana yalvarmamışam. Gəl batım, mahədi ki, canlı açıb özünü tanıtırsan, reklam edirsən. Dəstəkçi heç vaxt canlılaşmır. Mən bir də onu deyirəm ki, necə olur olsun, sən bilirsən ki, canlıya qadınlar baxır və ən çox səndən qadınlar canlını izləyir. Özünə canlıya qoşursan, hizbət edirsən. Mən bu söhbət söylüyorum, bu iki insandan mən uzağam. Bir də onlar mənim yayımımda görsəniz, mən onlarla danışan görsəniz, Bedni bütün günü qeybət qıran bir adamdır. Arvadları yığır başına, ancaq onun canlısı qeybətdir. Kim qeybətə baxmaq istəyir, onun canlısına geçsin. Ancaq qeybət. Ya ondan danışacaq, gah Sakodan danışacaq, gah məndən danışacaq, gah Ləmandan danışacaq. Bu insan ancaq qeybət üzərində canlıçır qurur. Ancaq bunun canlısı qeybət. Dayanı qeybətlə. Bu iki insan problemli insandır və mən də burada söz vermişəm. Sözümün üstündəyəm. Bu iki insan ömür boyuta mənim canlıma gəlməyəcək. Bu iki insanla da ömür boyu münasibət qurmayacaq. Çox təhlükəli bir insandılar. Sən deyir, dostunu tanımaq istəyirsənsə onun damarına bas. Sən bir damarına basan kimi canlı açırlar, başlar adından danışmağa. Çox təhlükəli insanlar. Burada izləyicilər 6100 nəfər söz verirəm ki, Bedni, Blackberry deyilən şəxs mənim həyatımda olmayacaq. Üstündən illər keçsə də mənə gəlib feykinə də hədiyyə atsalar da qayda deyəcəm ki, üzdən irağın yekələri sizsiniz ki, mənə canlıda üzdən iraq deyil, sonra gəlib mənə hədiyyə atırsan. Bu iki insanlar problemli insan olduğu üçün görsən bir dəstəkçilərim və mənim canım qurban olsun. Çünki bir dəfə çıxıb canlı açıb mənim başıma qalxmayıblar. Tək mənə Bedni hədiyyə atmayıb, amma telefon evisi hədiyyə atır, mənə iskası atır, servisi atır, o belə minlərlə insan. Qolq mən gəldim ha, Aysinə Bakınka ilə onu 200k hədiyyə atdı. Rəssi xanımlar deyə. Bəli, bu iki insanlar problemli insanlar olduğu üçün bu iki insanın Xakker mənim başıma qalxmayıb. Xakker də onun misafirinə qoşulur, onunla oturur deyir. Xakkerlə də mənim salam sağ ol, vəssalam. Bu iki insanlar 40 yaşında mənə hədiyyə atdı və çıxsın başıma qalxsın. Bu iki insanlar problemli insan olduğu üçün bu iki insanlara artıq əlvida. Yəni bir də mən onlarla danışan görməyəsiniz. Ay üstündən bu zaman illər keçəndən sonra da görməyəsiniz. Bu iki insan bu dəqiqə məni tutturmaq üçün əlindən gələni eləyir. Gah yığır o birisinə, kimin əlində nə varsa mənə atsın. Bu da ki, heç nə eləyə bilməyəsən sən mənə. Pulun var deyin, gəl çıx otur burada. O da ola bilməzsən. Mənim çünki kimsənin yanında keyfim yoxdur, bir şeyim də yoxdur. Nazlanmışam, əcəb eləmişəm. Bu mənim daxilimdən gələn bir şey olur. Nazlanıb rola girib, özüm şey eləməmişəm. Getmişəm, analiz vermişəm, qadın hormonları kişi hormonlarından yüksək çıxıb. O da ki, hormonlarla olan bir şeydir. Zato da ki, izləyicilərimin dediyi sözləri götür, gedib müalicəmi görürüm. İndi gəlirəm Bakıya, Nəsrovla gedəcəm həkimə, müalicəmi də eləyəcəm, izləyicilərimdə görəcək. Bir qızdır, indi qız da tapa bilmirəm. Burada da gəl dırnaq uzunlar məni yığır. Qaldı da ki, mənim problemim var, çəkincənəm, utancağam, görsün danışıram. Bir qız gəlir əlimdən tutan kimi həyəcanlanım, belə utanıram. İndi bu da zamanla düzələcək, bir dənə ölmə çarə yox. O da ki, qınyanında başına gəlsin. Allah aşkına pis yolun yolcusu olmamışam ha. Tərbiyəsiz olmamışam. Nənəmin tərbiyə verdiydi göz qabağındadır. Ki, 4 ildə TikTokda özümü necə aparmışam. Yəni göz qabağındadır. Sənin də tərbiyən göz qabağındadır Bedni. O birisi, mənim də tərbiyəm göz qabağındadır. Yəni bu iki insan artıq mənim ətrafımda görməyəsiniz. İstəyirsən Bedni gəlsin, burada şirrəlatı olmayacaq da o.